Salam, hər vaxtınız xeyir olsun. Bugün blok imtahanı olub 3-cü qruplar üçün. Həmin imtahanın suallarına birlikdə baxaq. Deməli, birinci sualdan başlayırıq. Müqayisə cədvəlinə və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Üçbucaq və dördbucaq formasında olan işarələr qoyulan cümlələrimiz var. Əgər onlarla sənin düşündüyün məlumat Əgər onlarda sənin düşündüyün məlumat varsa, narahat olmağa ehtiyac yoxdur. Aradakı insanlara qarşı sevgi yoxdur, oradan uzaqlaşmaq lazımdır. Hər iki cümləyə baxsaq, hər iki cümlə tabeli mürəkkəb cümlədir. Hər iki cümlə budaq, sonra baş sxeminə uyğundur. Nəyə görə? Birinci cümlədə əgər tabelilik bağlayıcısı var, bir də sasə var. Bu sasə isə hissəcidir. Nə üçün isə hissəcidir? Çünki var feil deyil. Feil olmayana sasə qoşulubsa, deməli bu isə hissəcidir. İkinci cümlədə haradakı bağlayıcı sözü var. Bağlayıcı söz olanda da budaq cümlə əvvəl gəlir, sonra baş cümlə gəlir. İndi həmin cümlələrin müqayisəsi ilə bağlı olan fikirlərə diqqət edək. Həm budaq cümlənin, həm də baş cümlənin tərkibində suala cavab verməyən cümlə üzvü var. Suala cavab verməyən cümlə üzvləri sual əvəzlərlə ifadə olunan cümlə üzvləridir. Bir də var, yox, lazım, gərək, bəs, mümkün tipli sözlərdir. Deməli, birinci cümlədə baxırıq, məlumat varsa, bu birisinin tərəfində isə yoxdur. Deməli, hər ikisində də var. İkinci cümləyə baxsaq, sevgi yoxdur, lazımdır. Deməli, görürük ki, hər iki cümlənin həm baş, həm budaq cümləsində suala cavab verməyən cümlə üzvü var. Deməli, bu yalnız üçbucaq üçün yox, hər ikisi üçün ortaq cəhətdir. Ona görə bir cavablarda olmayacaq. Bizdən doğru fikirləri soruşur. İşarəmizi qoyaq. Budaq cümlə baş cümləyə tabelik bağlayıcısı və şərt şəkilçisi ilə bağlanıb. Birinci cümlə ilə bağlı qeyd olunur. Biz qeyd elədik ki, birinci cümlədə bağlayıcı vasitə isə hissəcidir. Yəni şərt şəkilçisi deyil. Ona görə 2 də yanlışdır. Belə baxdığımız zaman 1 ilə 2-ləri çıxdığımız zaman əslində bizim cavabımız hazırdır. Yəni düzgün cavab C bəndi olacaq. Yəni sadəcə burada diqqət eləmək lazımdır. Bu üsulu diqqətlə tətbiq eləmək lazımdır. Bu üsulla gedildiyi zaman vaxt itirmədən, daha az vaxt sərf eləyərək sualları işləmək mümkündür. Amma biz yenə də digər tərəflərə də baxaq. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb, ikinci cümlə ilə bağlı. Biz qeyd eləmişik, bəli, bağlayıcı sözlə bağlanıb doğru fikirdir. Baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib, ikinci cümlə ilə bağlı oradan uzaqlaşmaq lazımdır. Oradan uzaqlaşmaq məsdər tərkibi cümlənin mübtədasıdır. Lazımdır xəbərdir. Deməli, bu dördüncü fikrin birinci cümlə aid olub olmadığını da yoxlamaq lazımdır. Narahat olmağa ehtiyac yoxdur. Nə yoxdur? Ehtiyac yoxdur. Nəyə? Narahat olmağa. Deməli, burada da ikinci dərəcəli üzv iştirak edib. Deməli, dördüncü fikir ikinci cümlə üçün doğrudur. Birinci cümlə üçün yanlışdır. Ona görə düzgün yerində qeyd olunur. Baş cümlədə həm ismin, həm də feilin xüsusiyyətini daşıyan sözdən istifadə olunur. Diqqət eləməliyik. İsmin və feilin xüsusiyyətini daşıyan söz nədir? Məsdərdir. Hər iki cümlənin baş cümləsinə narahat olmaq, uzaqlaşmaq görürük ki, məsdər işlənir. Doğru fikirdir. Budaq cümlədəki təyin ismi birləşmə ilə ifadə olunub. Hər iki cümlə üçün qeyd olunub. Nə varsa məlumat, hansı məlumat sənin düşündüyün. D-üstəgəl mənsubiyyətindən olan isə feili sifət tərkibidir. Yəni, bu da feili birləşmədir. Ona görə biz rahatlıqla altını da cavablardan çıxa bilərik. Çünki təyin artıq ismi birləşmə ilə yox, birincidə feili birləşmə ilə ifadə olunub, yanlışdır. Düzgün cavab 3, 4, 5 C bəndi olacaq. İkinci cümləyə baxırıq. Hansı cümlədə tərz hərəkət zəfliyi feili bağlama ilə ifadə olunub? Deməli, feili bağlama tərz hərəkət zəfliyi kimi işlənirsə, bu hansı şəkilçilər ola bilər? İb şəkilçisi ola bilər, araq şəkilçisi ola bilər, A-ə şəkilçisi ola bilər, madan şəkilçisi ola bilər. A bəndinə baxaq. Ana övladlarını tək başına böyütmüşdü. Burada ümumiyyətlə feil bağlama yoxdur. Qaranlıq düşdükcə dıqca şəkilçisi zaman anlayışı bildirir. Biz kəndə girəndə anda əndə feil bağlaması. Bu da zaman anlayışı bildirir. Səməd səbirsizliklə mükafat gözləyirdi. Burada feil bağlama yoxdur.
Gülə-gülə artıq şəkilçimizi biz burada gördük. Fiili, sifət, fiili bağlama tərkibi burada tərz hərəkət məzmunu bildirir. Düzgün cavab Y bəndi olacaq. Uyğunluğu müəyyən edin. Sadə sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb söz, sadə və düzəltmə sözün birləşməsi ilə yaranan mürəkkəb söz. A bəndə baxırıq. Baban istiqanlı insandır. İstiqanlı. Bir sadə, bir düzəltmə. Deməli, A bəndi 2-yə uyğundur. Özü ilə gətirdiyi kəklik otu. Kəklik, ot, o. Mənsubiyyət şəkilçisi ilə işlənib. Yəni, hər iki tərəfdə sadədir. Deməli, B birincisinə aid olacaq. Enli kürək, enli kürək sözü sadədir. Bu ikincisinə aid olacaq. Deməli, C 2-yə aid oldu. Belə baxanda artıq cavab çıxmış olur. Yəni, bu ikisini də biz görürük. İndi baxaq, B və D məsələsi qalıb. Həkimlər it burnu, it, burun sadə, bu mənsubiyyət. Deməli, burada da D bəndi sadə sözlərlə yaranmış oldu. Deməli, 1 BD, 2 AC. Y bəndinə diqqətlə baxaq görək nə var burada. Açıq düzəltmədir, ürəkli yenə düzəltmədir. Bu isə hər iki tərəfi düzəltmə sözünün birləşməsindən əməl gəlib, heç birinə uyğun gəlmir. Düzgün cavab C bəndi olacaq. Məsdərin tamamlıq vəzifəsində işləndiyi nümunəni müəyyən edin. Arxain ömür sürmək məgər çox böyük hünərdir. Nə arxain ömür sürmək? Burada mübtədadır. Yaşamaq yanmaqdır. Yaşamaq mübtəda, yanmaqdır xəbərdir. Tanrım, mənə dünyaya doyunca baxmağa möhlət ver. Nəyə möhlət ver? Dünyaya doyunca baxmağa. Burada məsdər tərkib yaradıbdır, özü də tamamlıq vəzifəsindədir. Fikirləşməkdən bezmişdi, ona görə də təklifə düşünmədən cavab verdi. Nə üçün bezmişdi, nə səbəbə bezmişdi deyirik. Çıxışlı halda olanda burada da səbəb zərfli ifadə olunur. Səbəb zərfli vəzifəsində işlənir. Dünyanın nəğmə ilə dolaşmaq üçün mənə bozat qırat gərəkdir. Nə məqsədlə? Burada da qoşma ilə birlikdə məqsəd anlayışı bildirir. Düzgün cavab C bəndi olacaq. Verilmiş cümlələrin hər üçünə aid olan fikirləri müəyyən edin. Deməli, hər üç üçün aid olan fikirlərə baxacağıq. Deməli, baxırıq burada qrammatik əsas təşkil edən üzvlərdən yalnız biri. Yəni, qrammatik əsas təşkil edən üzvlər mübtəda, bir də xəbər. Yalnız biri iştirak edib, yəni mübtəda və xəbərdən yalnız biri var. İndi cümləni təhlil etmək lazımdır. Bu sözləri eşidərkən diksindim, dediklərinə inanmadım. Burada mübtəda yoxdur, yəni biri iştirak edib. İl yağıntığı keçdiyindən düzlər, zəmilər yamyaşıldır. Burada hər ikisi iştirak edib. Deməli, bu olmayacaq. Pəncərə qabağında dayanıb yağan qara baxırdı. Burada da yenə biri iştirak edib. Deməli, biz gördük ki, birinci cümlədəki fikir üçünə də aid deyil. Zəfliyin ifadə vasitəsi feili birləşmədir. İndi buna feil zəfliyə baxacağıq. Bu sözləri eşidərkən feili bağlama tərkibi feili birləşmədir, düzdür. El yağıntılı keçdiyindən nə səbəbə? Dıqüstəgən mənsubiyyət yenə feili sifətli tərkibi, yəni feili birləşmədir. Pəncərə qabağında dayanıb yağan qara baxırdı. Pəncərə qabağında dayanıb yenə feili birləşmə. Deməli, bu hər üçünə aid oldu. Deməli, 2 doğrudur. Xəbərin nitq hissəsi ilə ifadə olunmuşdur. Xəbərlərə baxaq. Hər ikisində zaten hamısında xəbərləri işarə etmişik. Diksindim, nitq hissəsidir, inanmadım, nitq hissəsidir, yamyaşıldır, nitq hissəsidir, baxırdı, nitq hissəsidir. Deməli, 2 doğrudur, 3 doğrudur. Dediyimiz üsuldan getdiyimiz zaman baxırıq ki, 1 olanları çıxsaq, deməli, A ilə C bəndi gedəcək. 2 ilə 3 olanları seçsək, elə yalnız Y bəndidir. Deməli, Y bəndi olacaq. Yenə də baxaq. İkinci dərəcəli cümlə üzvlərindən təyin və zərflik iştirak etmişdir.
Birinci cümlədə gördük ki, zəiflik var, bir də tamamlıq var. Ümumiyyətlə təyin yoxdur. Təyin üçüncü cümlədə nəyə baxırdı? Qara. Yəni bu da görürük ki, hamısına aid deyil. Sintaktik əlaqənin hər iki növündən istifadə olunmuşdur. Hər iki növü dediyimiz zaman tabelilik, bir də tabesizlik əlaqəsi. Burada tabesizlik əlaqəsi birincisində var, ikincisində var, amma üçüncüsündə tabesizlik əlaqəsi yoxdur. Ona görə bu fikir də yanlış fikirdir. Müəyyən şəxsli cümlədir. Burada hamısında xəbərlərə fikir versək, birincisində şəxs məndir, ikincisində yamyaşıldır, mübtədasız var zaten. Bir də baxırdı, kim baxırdı? O baxırdı. Müəyyən şəxsli cümlələrdir. Deməli 2, 3, 6 düzgün cavab Y bəndə olacaq. Növbəti suala baxaq. Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunmuş həmcins tamamlıqlar işlənib? Qızlar Bulağı əsərini Xudafərin Körpüsü romanından sonra oxudum. Burada Xudafərin Körpüsü romanından sonra birlikdə zaman zərflidir. Ona görə burada həmcins tamamlıqdan söhbət gedə bilmir ümumiyyətlə. Gəncin səliqəli geyimindən, hətta ayaqqabısının parıltısından danışdı. Nədən? Gəncin səliqəli geyimindən, nədən? Ayaqqabısının parıltısından və söz birləşməsi ilə ifadə olunub həmcins tamamlıqdır. 2-ni götürəcəyik. Bu qayda ilə geçsək, biri çıxırıq, 2-ni götürməliydik, 2 olmayanı da çıxırıq cavablardan. Deməli, 2 variant əlimizdə qalır. Üst-üstə qalaqlanmış odun parçalarına, hər tərəfə yığılmış kömür torbalarına nəzər saldıq. Nəyə? Odun parçalarına. Nəyə? Kömür torbalarına. Burada da həmcins tamamlıqlar işlənibdir. Söz birləşməsindən ifadə olunub, doğrudur. Məktəb direktorları və bağça müdürləri ilə görüş keçirildi. Burada məktəb direktorları ilə qoşması buraxılıbdır. Bağça müdürləri ilə yenə burada artıq qoşması var. Həmcins tamamlıqlardır, söz birləşməsindən ifadə olunub. İnsan nə qədər təmkinli, səbirli olsa, bu onun sağlamlığına da xeyirdir. Burada həmcins tamamlıq yoxdur. Məmmədxana Gülpəriyə deyiləcək sözlərim var idi. Burada da həmcins tamamlıq yoxdur. Məmmədxana deyiləcək, Gülpəriyə deyiləcək feili sifət tərkibidir. Deməli 2, 3, 4 düzgün cavab C bəndə olacaq. Hansı cümlədə əlavə zaman zərfliyinə aiddir? Biz bilirik ki, əlavə tirədən sonra olur. Yəni əlavə həmişə aid olduğu üzdən sonra gəlir. Zalda əyləşənlərin çoxu kim sualına cavab verir? Deməli bu mübtədayının əlavəsi olacaq. Biz istirahətə adətən ilin ən isti vaxtında, yay aylarında gedirik. Nə zaman? İlin ən isti vaxtında, bu artıq zaman zərfliyidir. Düzgün cavab B bəndə olacaq. Həsən mənim yaşa dolanda Dərələyəzə, doğma ocağa qayıtdı. Haraya? Bu əlavəli üzvdür və haraya sualına cavab verir. Deməli, zərfliyin əlavəsi işlənib doğma ocağa. Zərfliyin əlavəsidir. Amma yer zərfliyin əlavəsidir. O kəndə çatanda axşamüstü idi. İdi ilə birlikdə işlənib, yəni xəbərin əlavəsidir. Aşağıda Kür çayın kənarında gözəl istirahət köşəsi var. Harada? Aşağıda, bu da yenə yer zərfliyinin əlavəsidir. Deməli, düzgün cavab B bəndə olacaq. 8-ci suala nəzər yetirək. Uyğunluğu müəyyən edin. İsimlə amonim olan köməkçinin hissəsi işlənib. Köməkçinin hissəsi ilə amonim olan isim işlənib. Deməli, əfsus ki, ox hədəfə dəymədi, hətta yaxınlaşmadı da. Deməli, burada ox sözü isimdir. Ədat kimi işlənə bilər. Deməli, köməkçinin hissəsi ilə amonim olan isim işlənibdir. Yəni, A bəndi 2-yə aid olacaq. İstəyirdi uşaqların əlindən tutub düz məktəbə dək aparsın. Buradakı düz sözünə baxırıq. Düz burada ədatdır.
ədatdır. Düz ismi də var. Mil düzü, Moğan düzü. Deməli B bəndi birə uyğun gələcək. Ay cəmaət, niyə durub baxırsınız? Niyə kömək etmirsiniz? Buradakı ay köməkçinin hissəsidir, yəni nidadır və isim kimi də işlənə bilir. Deməli C bəndi bir BC olacaq. Dedi ki, onun bu il əkdikləri də doluya görə məhv oldu. Burada köməkçinin hissəsindən amonim olan isim görə bilmirik və yaxud da ki, isimlə amonim olan köməkçinin hissəsi onu da görə bilmirik. Deməli, D heç birinin aid olmayacaq. Tərəflər tezliklə razılığa gəldilər. Burada tərəf sözü isimdir. Köməkçinin hissəsi olan qoşma ilə amonim ola bilər. Deməli, AG, bir BC, 2 AY. Düzgün cavab B bəndinə uyğun gəlir. Cümləsindəki feillərlə bağlı yanlış fikirləri istəyir bu dəfə. Yanlışları götürməliyik. Səhərin alaqaranlığında şehli yarpaqlar günəşin ilk şəvəqləri ilə yuyunur. Təbiətin oyanış nəğməsini sükutla dinləyir. Deməli, bu iki feillə bağlı yanlış cavablar. Hər ikisi xəbər şəklində quruluşda düzəltmədir. Baxırıq, yumaqdan yuyunmaq, orada indiki zaman şəkilsi. Dinlə sözün köküdür. Dinləyir indiki zaman. Di hissəcik. Görürük ki, hər ikisi xəbər şəklindədir. Düzdür, amma quruluş da düzəltmədir. Bu yanlışdır. Bir səhv olacaq. Biri indiki zamanda, digəri keçmiş zamandadır. Qeyd elədik ki, hər ikisi indiki zamandadır. Deməli, bu da səhvdir. Deməli, səhv olanlar 1-2 olanları götürəcəyik. 1-2 olmayanları çıxırıq. Kökləri və başlanğıc formaları fərqli nitq hissəsidir. Yu kökü feildir. Yuyun başlanğıc forması feildir. Deməli, bu da yanlış oldu. Biri qayıdış, digəri məlum növdədir. Yuyunmaq qayıdış növdə düzdür. Dinləmək sadə deyəm məlum növdədir. Bu düz fikirdir. Artıq cavabımız hazırdır. Yəni 1, 2, 3 və 4-ü də çıxacaq düzgün cavabdır deyə. Düzgün cavabımız elə A bəndi olacaq. Amma baxaq, kökləri isimlə amonimlik təşkil eləyir. Yu və dinlə sözünün isimlə amonimliyi yoxdur. Ona görə 5 yanlışdır. Hər ikisi təsdiqlədir. Bu da doğru fikirdir. 1, 2, 4, 1, 2, 3, 5. Düzgün cavab A bəndi olacaq. Digər suala baxırıq. Deməli, leksik normanın pozulduğu cümlələri müəyyən edin. Leksik normanın pozulmasını necə müəyyən edirik? Yəni, sözlər düzgün yerində işlənməyəcək. Ağır və məşəqqətli uşaqlıq illəri onun yaddaşında iri silinməz izlər, xatirələr buraxmışdı. Yəni, iri burada uyğun gəlmir. Deməli, bir də leksik norma pozulubdur. Xəstəni diqqətlə müayinə edən həkim təlaşla xəstəni təcili əməliyyata hazırlayın dedi. Burada leksik norma ilə bağlı hər hansı bir problem yoxdur. Qonşuluqdakı balaca qız o qədər hazır cavabdır ki, ona söz çatdırmaq olmur. Hər hansı bir problem yoxdur. Uğura gedən yolda gərək yüksək addımlarla irəliyəsən. Yüksək yox. İri addımlarla demək olar. Bu yanlışdır. Yəni, burada da leksik norma pozulub. Keçmişi dəyişə bilməzsən, lakin gələcək sənin öz əlindədir. Burada da problem yoxdur. Deməli, 1 ilə 4 düzgün cavab Y bəndi olacaq. Nümunələrə əsasən Eyder-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Yanlışları istəyir. Binanın təmiri 2 aya başa çatdıracaqlarına söz verdilər. Binanın təmirini 2 aya başa çatdıracaqlarına söz verdilər. Yıxılana balta çalmazlar. Deməli, baxırıq, söz verdilər. Xəbər kim? Onlar.
deməli bilinməyən şəxsdir, qeyri-müəyyən şəxsli cümlədir. Yıxılana balta çalmazlar kim? Hamı, yəni heç kim eləməməlidir. Yəni bu da hamıya aid olduğuna görə ümumi şəxsli cümlədir. İndi baxaq. Yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir. Burada diqqət edəcəyimiz məsələ nədir? Budur ki, xəbərin iştirakı ilə hər iki cümlə xəbərin iştirakı ilə formalaşır. Yəni bunlarda mübtəda iştirak eləmir. Ona görə birinci fikir hər ikisinə aiddir. Şəxssiz cümlədir. Qeyd eləmişik ki, şəxssiz yox, qeyri-müəyyən şəxs cümlədir. 2 də səhvdir. Nəqli cümlədir. Bəli, hər iki cümlə nəqli cümlədir. Düz fikirdir. Ümumi şəxsli cümlə qeyd olunub. İkinci cümlə üçün biz onu qeyd eləmişik. Bu da doğrudur. Xəbəri feilin arzu şəklinə ifadə olunub. Çalmazlar, rızı əvəzlənməsi var. Bu da qeyri-qəti gələcək zamana aiddir. Deməli 5 üçün bu da səhvdir. Deməli bizdən yanlışlar istədiyinə görə mənfi qoyulanları götürəcəyik. 1, 2 və 5 düzgün cavab A bəndi olacaq. Verilmiş nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Eldar həyəcanının səbəbini dostundan gizlətməyərək, Aslan, bugünkü danışıqlar dedi, bizim işimizi o qədər də asanlaşdırmadı. Yəni burada Eldar həyəcanının səbəbini dostuna gizlətməyərək müəllifin sözüdür. Qoşu nöqtə qoyuruq. Özündən sonra gələn hissə abzasdan da ola bilər. Çünki burada dialoq da deməyib. Sətrə sığmama ehtimalı var deyə ardıcıl da ola bilər. Biz iki ehtimalla da gedə bilərik. Sadəcə dırnaqlar variantı da çoxdur deyə bir baxaq. İki variantından geçsək nə olacaq? Əgər tire ilə olsa, tire qoyduq. Aslan burada xitab bildirir. Buna görə vergül qoyacaq. Bugünkü danışıqlar dedi. Dedi müəllifin sözlü deyə vergül tire. Bizim işimizi o qədər də asanlaşdırmadı. Sonda bilmirəm vergül nöqtə qoyulub yoxsa yox. Qoyulduğunu qəbul edir. Çünki burada nöqtə məsələsi yoxdur. Əgər belə olarsa, deməli qoşa nöqtə, sonra 1, 2, 3 tire, 1, 2, 3 vergül. Belə bir cavab varmı? 3 tire, 3 vergül var. Deməli düzgün cavab Y bəndi olacaq. Dırnaqla geçsək görək cavab nə olacaq? Bunun dırnaq olmadığını güman edək. Dırnaqlı olan hissə, yəni dırnaqla yazılan vasitəsi nitq olduğunu müəyyən edəsək. Aslandan əvvəl dırnaq qoyduq. Bugünkü danışıqlar dedi. O qədər də dırnaqlar burada bağlanacaq. Başqa dəyişən bir şey olmur. Yəni nə olmalı belə olan halda? Deməli, qoşa nöqtə. Adətən bu tipli cavablarda, testlərdə ikisinə də uyğun cavab olmamalıdır. Olarsa problemli sualdır. Əgər burada da dialoq da deyilməyib. Ona görə zənn eləmirəm ki, burada belə bir şey mümkün olsun. Qoşa nöqtə, sonra dırnaqlar desək, dırnaqlarda bu tire zaten olmayacağına görə 1, 2, 3 vergül, 2 tire olacaq. Belə bir cavab da fikir versinizsə, görürsünüz, belə bir cavab uyğun gəlmir. Yəni 2 tire 2 vergül var, amma 2 tire 3 vergül olan yoxdur. Deməli, dırnaqlı olan cümlə deyilmiş. Elə tire ilə olandır. Düzgün cavab da Y bəndi olacaq. Yenə də deyirəm, sualın qoyuluşunda dialoqda verilmiş cümlədə desəydi, o zaman burada əminliklə deyə bilərdik ki, burada dırnaqdan istifadə olunmayacaq. Amma yox, bu qeyd olunmayıbsa, biz artıq iki variantın ikisində düşünməliyik. Həm dırnaqlı variant, həm dırnaqsız variant, dialoqdan olan variant. İkisinə də uyğun gələcək cümlə gəlməməlidir, gəlməyəcək və adətən də belə olmur. Burada da gördük ki, mümkün olmadı. Yalnız birinə uyğundur. Düzgün cavab Y bəndi olacaq.
Frazoloji birləşmələrin növbəti sualı keçirik. Frazoloji birləşmələrin sinonimliyi ilə bağlı uyğunluğu müəyyən edin. Gözünün odunu almaq, gözünün kökü saralmaq, həyata keçmək. Gözünün odunu almaq qorxutmaqdır, gözünün kökü saralmaq həsrət çəkməkdir. Həyata keçməkdə, yəni yerinə yetirməyin, hər hansı bir şeyin yerinə yetməsindən söhbət gedir. Gözünün odunu almaq ilə gözünü qırmaq uyğun gəlir deyə bəndi. Gözünün kökü saralmaq, kiminsə yolunu gözləmək, gözü yolda qalmaq, gözünü kökü saralmaq. Deməli, gözü yolda qalmaq B-də uyğun gəlir. Yol gözləmək də uyğun gəlir. Sonra həyata keçmək, nəfəs kəsilmək, yorulmaqdır, yerinə yetməkdir. A bəndi. A bəndi yazacaq idim. Nə oldu buna? Deməli, 1D, 2B, 3A. Düzgün cavab C bəndi olacaq. Cümlələrdən birinin xəbəri sifətdən düzələn feillə ifadə olunub. Yəni, sifətdən düzələn feil nə deməkdir? Leksik şəkilçə artırılıb. Leksik şəkilçə artırıldığı hissə sifət olubdur. Bax, kökünü demirəm. Artırıldı hissə. Leksik şəkildə artırılandan sonra feilə çevrilibdir. Deməli, alovlanırdı. Alovdan, alovlan. Burada isimlə feil düzəlib. Deməli, A bəndi getdi. Doktor, siz çox xeyirxahsınız. Burada ümumiyyətlə feil yoxdur. Uyğun gəlmir. Çayın suyu getdikcə azalırdı. Azdan azalmaq. Yəni, saydan feil düzəlibdir. Yaz günəşi doğanda hava yaxşılaşır. Yaxşıdan yaxşılaş. Yəni, yaxşı sifətindən yaxşılaş feili əmələ gəlir. Düzgün cavab deyə bənd olacaq. Sizinlə söhbət etmək çox xoşdur. Burada xəbərdən söhbət gedir. Xoşdur isə sifətdir. Düzgün cavab D bəndi olacaq. Hansı nümunələrdə həm ədat, həm də ədatla amonim olan əsas nitq hissəsi işlənmişdir? Deməli, ədat və ədatla amonim olan əsas nitq hissəsi. Ayrılıq mı çəkib boynu əyirdi? Ayrılıq mı? Bu ədat işləndi. Heç yerdə görmədim düz bənövşəni. Buradakı düz sifətdir. Düz ədadda varmı? Var. Deməli, bir şərtimizi ödəyir. Evin bütün lampaları kimi bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Bu cümlədə ümumiyyətlə biz ədat görmürük. Yəni, evin bütün lampaları kimi bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Burada ədat görmürük. Bəs özün deyirdin ki, elə yazma, belə yaz, indi nə istəyirsən? Buradakı bəs ədatdır. Nə istəyirsən də ki, nə isə sual əvəzliyidir. Sual əvəzliyi də əsas nitq hissəsidir. Nə ədatı ilə də amonimdir. Deməli, 1 ilə 3-ü götürəcəyik, 2-ləri çıxacaq. 2 olanları çıxsaq, 1 və 3 olanı saxlasaq, yəni bir dənə Y bəndi qalacaq. Deməli, düzgün cavab elə Y bəndidir. Yenə də qeyd edirəm ki, yəni baxın, bu üsulla, əminliklə getdiyimiz zaman daha rahat bu testi həll edə bilirik. Bunun üçün də ciddi mənada işləmək lazımdır, çalışmaq lazımdır, hansını necə işləmək lazımdır, bunların üzərində ciddi çalışmaq lazımdır. Bu kənddə nə işıq görünür, nə də həyat səsi eşidilirdi. Burada da yenə biz ədat görmürük. Cavan oğlan, yaxın gəl, ətrafına lap yaxşı bax, sənin qismətində deyəsən bir gözəl var. Deməli, burada lap ədatdır, yaxşı bax
bax fiildir. Amma bax ədat kimi də işlənə bilir. Yəni amonimliyi var. Ona görə də bu hissəni də götürə bilirik. Fikrimcə bu sənə ziyandan başqa nəsə verməz. Fikrimcə modal sözdür. Başqadan qoşmadır. Ədat görmürük biz burada. Deməli 1, 3, 5 düzgün cavab Y bəndi olacaq. Klasteri tamamlayın nümunələri müəyyən edin. Altına xətt çəkilmiş hissə bir leksik, bir qrammatik şəkilçidən ibarətdir. Günəş şüası adamı qaraldır. Qaradan qaralmaq, qaralmaqdan qaraltmaqdır. Gördük ki, dır hissəsi t və ır şəkilçisindən ibarətdir. Deməli, düzgün olanları, uyğun olanları götürəcəyik. Onu niyə danladın? Danlamadın. Burada görürük ki, D qrammatik, N qrammatik uyğun gəlmir. Onun təsir gücünü azaldın. Azdan azalmaq. Azaldın, azaltmayın. Burada bu tipli testlərdə gedəcəyimiz üsul inkardan istifadə edə bilməkdir. İnkar şəkilçisi bizə kömək edir. Danladın, danlamadın. Yəni mamədən sonra dın gəlirsə, deməli burada leksik yoxdur. Onun təsir gücünü azaldın, azaltmayın. Biz inkar artırdıq. Deməli, buradakı t ilə ın hissəsi nədir? Leksikdir. Yəni bu t şəkilçisidir, təkdir. Bu da qrammatikdir. Deməli, ikini götürəcəyik. Vaxt gələr, biz də qocalarıq. Qocadan qocalmaq, arda zaman şəkilçisi. Deməli, bir leksik, bir qrammatik görürük, uyğun gəlir. Yundan xalça toxudarlar, toxutmazlar. Fikir verin, toxutmazlar. Yəni, m artırdıq. Bu hissə görür ki, bir leksik, bir qrammatik olacaq. Yəni, D, T şəkil hissəsində, arda zaman şəkilçisidir. Ambardarın işi çoxalmışdı. Ambardar bir cür yazılan leksik şəkilçidir. Deməli, bunu da çıxdıq. Deməli, düzgün olan 2, 3, 4. Düzgün cavab A bəndi olacaq. Verilmiş sözlərin tələffüzündəki fərqli məqamlarla bağlı uyğunluğu müəyyən edin. 1 fərqli, 2 fərqli, 3 fərqli məqam. Yəni, kədərri şəklində burada düzgün qeyd olunubdur. Yəni, və burada görürük ki, 1 fərqli məqam var. Qonmaq sözü, qonmaq deyə tələffüz olunur. N-nın mıllaşması, qınıqlaşması. 2 fərqli məqam. Addım sözü, dəyişiklik yoxdur. Yəni, orada 0 məqam var. Yəni, C ümumiyyətlə cavablarda olmayacaq. C olanlara çıxanda cavab xeyli azaldı. Yəni, A, C, Y bəndi cavablardan çıxdı. Bu olanları da bir yoxlayaq görək. Deməli, kədərlidə 1 oldu deyə 1-ə A, qonmaqda 2 oldu, 2-yə B. 1-ə A, 2-yə B olan da ancaq D bəndi. Deməli, düzgün cavab çıxdı buradan. Amma yenə də baxaq. Kilit demək, T, L-nın dırlaşması, K-nın xışdırışın olması 3 fərqli məqam var. D-da da 3 olmalıdır. Deməli, burada D-ni yazmalı. A, B, D. Sonra daldalanmaq, daldalanmaq-nın mığlaşması X, burada da yenə 2 dənədir. Yeni 2, yəni A, B, Y, D. A, B, Y-dir. Düzgün cavab elə D bəndidir. Bəli, doğru çıxdı. 18-ci nümunəyə baxaq, suala baxaq. Nümunələr əsasında Eleven diaqramındakı yanlış fikirləri müəyyən edin. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn quşlarla doldu. Bayat qalası güllü çiçəkli, axar-baxarlı düzənlikdə tikilmişdi. İndi buradakı fikirlərə baxaq. Bütün cümlə üzvləri işlənmişdir deyəsə, demək təhlil eləyəcəyik.
O gündən nə vaxtdan? Doldu. Nə doldu? Kənd nə vaxtdan doldu? O gündən zəfli. Nə ilə doldu? Quşlarla. Hansı quşlarla? Nəğmə oxuyan, yem dalınca uçub gələn. Nəğmə oxuyan quşlarla bir təyin, yem dalınca uçub gələn bir təyin. Biz burada bütün cümlə üzlərini görürük. İkinci cümləyə də baxaq. Bayat qalsı güllüçə ilə axar baxarda düzənlikdə tikilmişdi. Tikilmişdi xəbər. Harada tikilmişdi? Düzənlikdə zəflik. Nə tikilmişdi? Bayat qalası mübtəda. Hansı düzənlikdə? Güllüçəkli axar baxarda. Tamamlıq görmürük. Deməli, bir doğru qeyd olunub. Hər iki baş öz nitq hissəsi ilə ifadə olunur. Baxırıq. Kənd nitq hissəsidir, doldu nitq hissəsidir, bayat qalsın nitq hissəsi deyil. Deməli, 2 də doğrudur. Deməli, buradan da qeyd edə bilərik. 1 düzgün yerindədir, 2 düzgün yerində qeyd olunubdur. 3-ə baxırıq. Həmcins üzlü sadə cümlədir. Həmcins təyin var. Burada da həmcins yenə təyinlər var. Sadə cümlədir, doğrudur. Hər ikisi üçün doğrudur. Deməli, 3 də düzgün yerində qeyd olunubdur. Bizdən yanlışları istədiyinə görə 1, 2, 3 olanları çıxsaq görək cavab çıxırmı? 2 də var burada, çıxmalıyıq. 1, 2, 3 də düzgündür deyə çıxmalıyıq. Qaldı bunlar. Əslində birbaşa 5 ilə 6-ya baxa bilər, amma yenə də baxaq. 2 cümlə üzvü söz birləşməsi ilə ifadə olunub. 2 cümlə üzvü hər ikisinə baxırıq. Nəğm oxuyan, yem dalınca uçub gələn var burada. Bayat qalası 1, güllüçəkli axar baxarda düzənlikdə tikilmişdi. Burada bir dənədir. Deməli, 4 yalnız birisinə aiddir deyəlim. 4 səhvdir. Həmcins üzrə nitq hissəsi ilə ifadə olunmuşdur. Bu ikinci cümlə üçün qeyd olundu. İkinci cümlə güllüçəkli axar baxarda doğrudur. Bu birisində nəğmə oxuyan feili birləşmədir. Yem dalınca uçub gələn, bu da yenə feili birləşmədir. Ona görə 5-ci fikir yerinə doğru qeyd olunubdur. Ona görə 5 də doğru qeyd olunubsa artıq cavabımız hazırdır. Uzlaşma əlaqəsindən istifadə olunub. Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Və bu cümlənin hər ikisində mübtəda və xəbər var. Ona görə 6 ortaq hissəyə getməli idi. Yəni düzgün cavab B bəndi olacaq. Növbəti hissəyə baxırıq. 19-cu suala. Cədvələ əsasən uyğun cümlələri müəyyən edin. Təsriflənməyən feil tərkib əmələ gətirib, təsriflənməyən feil tərkib əmələ gətirməmişdir. Burada gətirmişdir, müsbət qoyaq, gətirməmişdir, mənfi qoyaq, sonra baxaq. Aydındır ki, insan arzu etdiklərinə hər zaman nail ola bilmir. Nail ola bilmir. Kim? İnsan nəyə? Arzu etdiklərinə. Bu tərkib əmələ gətirməyib. Çünki mürəkkəb feildir. Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Nə edirdi? Dinləyirdi. Kim? Qətibə. Necə dinləyirdi? Başını əlləri arasına alıb. Yəni burada təsdiqlənməyən feil alıbdır. Başını əlləri arasına alıb. Bu da feili bağlama tərkibidir. Tərkib yaradıbdır. Oğlan başını yana əyərək yanındakı dostuna nəsə dedi. Dedi kim? Oğlan. Necə dedi? Başını yana əyərək. Burada da tərkib əmələ gəlibdir. Təsriflənməyən feil tərkib əmələ gətirməmişdir. O yenə də meydançada dövrə vurdu. Adamları oynamağa çağırdı. Adamları çağırdı. Nəyə çağırdı? Oynamağa. Burada tərkib əmələ gətirməyib. Ona görə mənfi qoyaq. Qəfildən dabanlarından başlayan ağrı bütün bədənini sızıldatdı. Qəfildən başlayan, dabanlarından başlayan. Bu hamısı birlikdə tərkibdir. Demək, burada əmələ gəlib. Düzgün qoyuram. Tənəffüsdə Şərif çəkinə-çəkinə Banugilin sinifinə tərəf getdi. Kim getdi? Şərif. Necə getdi? Çəkinə-çəkinə. Bu çəkinə-çəkinə tərkib əmələ gətirməyib. Buna da mənfi qoyuram. İndi müsbətləri götürəcəm.
Mənfidən mənfiləri götürəcəm. Deməli 2, 3, 4, 6 düzgün cavab D bəndi olacaq. 20-ci suala baxırıq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Qalaya hücum edən əsgərlər çox ehtiyatla irəliləməyə çalışsalar da, keşikçilər onları görmüş, müdafiəçiləri oyatmışdılar. Məhəmməd onları sahib qıranın bir qədər aralıda qurulmuş çadırına gətirdi. Teymurlənk Misir xocanı və müşayiətçiləri çadırın yanında qarşıladı. Birinci cümlədəki feillərlə bağlı doğru fikirdir, müsbət qoyuram. İkinci cümlədəki feillərlə bağlı yanlış fikirdir, mənfi qoyuram. Birinci cümlədəki feillər təsriflənməyən feillər tərkibində gətirmişdir. Baxıram. Hücum edən, irəliləmək, qalaya hücum edən tərkibdir. Ehtiyatla irəliləmək, bu da tərkibdir. Tərkibini gətirmişdir. Birə müsbət qoydum. Təsriflənən feillərdən biri şəklinə görə digərlərindən fərqlənir. Təsriflənən feilə baxıram. Çalışsalar, sasə şərt şəkli. Görmüş, xəbər şəkli. Müdafiəçi oyatmışlar, xəbər şəkli. Deməli, 3 dənəsi var. Biri şəklinə görə digərlərindən fərqlənir. Bu da doğrudur. Sonra ikinci hissəsinin xüsusiyyətini daşıyan feillər quruluşca eynidir. Hücum edən mürəkkəbdir. İrəliləmək düzəltmədə eyni deyil. Bu yanlış fikirdir. Təsriflənməyən, bu biz tərəfə baxırıq. Təsriflənməyən feil məchul növdədir. İkinci cümlədəki baxaq. Qurulmuş çadırına gətirdi. Teymurlənk Misir xocanı müşayiətçiləri çadırın yanında qarşıladı. Burada bir dənə təsriflənməyən feil var. O da məchul növdədir. Qurmaqdan qurulmaq, bəli, doğrudur. Müstəqil cümlə üzvü olan feillərin quruluşca növləri fərqlidir. Baxaq, Məhəmməd onlar sahib qıranın bir qədər aralıda qurulmuş çadırına, sahib qıranın çadırına. Deməli, bu qurulmuş sözü müstəqil cümlə üzvü deyil. Gətirdi sadədir. Qarşıdan qarşılamaq düzəltmədir. Müstəqil cümlə üzvü olan feildən quruluşda növləri fərqlidir. Biri sadə, biri də düzəltmə oldu. Bu da doğru oldu. Sonra düzəltmə feillər eyni hissəsindən yaranmışdır. Baxaq, qarşıdan qarşılamaq, bu isə qurmaqdan qurulmaq, eyni hissəsindən yaranmayıb, bu yanlışdır. İndi bizdən nə istəyir? Uyğun fikirlər, yəni düzdə düzləri, səhvdə səhvi götürəcəyik. Yəni 1, 2, 6 düzgün cavab Y bəndi olacaq. Mücərrəd mənalı düzəltmə isimlər cəlgəsini müəyyən edin. Vətənpərvərlik mücərrəddir, azadlıq mücərrəddir, mərdlik mücərrəddir. Elə düzgün cavab A bəndi, sənətkar konkretdir, işlək sifətdir, xəyalpərvər sifətdir, əkinçi isə konkretdir. Ona görə düzgün cavab A bəndi olacaq. Yazılışı düzgün olan sözləri müəyyən edin. Fövqəladə. Fövqəladə. Bu doğru qeyd olunubdur. Deməli, yazılışı düzgün olan sözləri müəyyən edin. Fövqəladə düzgün yazılıb. Firuzəyi burada i ilə yazılmalı idi. Natürmort doğru yazılıb. Sintezator, sintez sözündəndir, yəni sintezatordur. Kəhraba da doğrudur. Yəni 1,
istəyir. Düzgünlər istəyir. 1, 3, 5. Düzgün cavab B bəndi olmalıdır. Deməli, növbəti suala baxırıq. 23-cü sualda diksiya və redaksiya sözlərinin fonetik təhlilinə bağlı düzgün fikirləri istəyir. Deməli, diksiya. Bu birisi redaksiya. İndi baxırıq, hər iki söz yazıldığı kimi tələffüz olunur. Yəni diksiya, redaksiya fərqlilik yoxdur. Düz qoyduq. Hər iki sözdə bütün hecalar samitlə bitir. Baxırıq. Diksiya. Deməli, bütün sözdə hecalar samitlə bitir. Yəni burada gördük ki, olmur. 2 səhvdir. Hər iki sözdə T və Q samitlərinin qarşılığı işlənmişdir. T-nın qarşılığı D, Q-nın qarşılığı K. Yəni hər iki sözdə D və K səsi varmı? Var, doğrudur. Hər iki sözdə qarşılığı olmayan samit işlənmişdir. Diksiya bu hissədə biz qarşılığı olmayan samit görmürük. Ona görə 4 yanlışdır. Hər iki sözdə kar samitlər eyni saydadır. İndi baxaq. Deməli, diksiyada kar samit. S kar samit. Bu biz tərəfdə K kar samit, yəni S kar samit. Yəni hər ikisində 2 dənə kar samit var. Deməli, düzgün cavab burada 1, 3 və 5, yəni müsbət qoyduqlarımız olacaq. 1, 3 və 5. Növbəti suala keçək. Verilmiş cümlələrdə zərflə bağlı doğru fikirləri müəyyən edin. Zərflə bağlı doğru fikirlər istənilir. Deməli, Gülər irəli atılaraq həyəcanla anasını səslədi. Zərf nitq hissəsi olduğuna görə irəli birdir, həyəcanla digəridir. Əkindən sonra yağan yağışlar məhsuldarlığı xeyli artırdı. İndi uzaq üfüqdə dağlar qaralır, səmanın rəngi getdikcə dəyişirdi. Deməli, baxırıq indi bizdən nə istəyir? Doğru fikirləri istəyir. Yəni, müsbət qoyacağımız fikirləri istəyir. İndi birinci cümləyə baxırıq. Yer zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feilə aiddir. İrəli atılaraq, ərək. Yer zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feil, yəni feil bağlamaya aiddir. Bu düzdür. 2-yə baxırıq. Tərz hərəkət zərfi quruluş da sadədir. Burada həyəcanla leksik şəkilçidir. Bu yanlışdır. İkinci cümləyə baxırıq. Zaman zərfi quruluşa sadə olan feili izah edir. İndi uzaq üfüqdə dağlar qaralır. İndi qaralır. Qaradan qaralmaq. Bu da düzəltmədir. Deməli, 3 burada yanlışdır. Kəmiyyət zərfi düzəltmə feili izah edir. Xeyli yağışlar məhsuldarlığı xeyli artırdı. Tamam. Artmaqdan artırdı. Və burada artıq cümlənin mənasına görə diqqət eləmək lazımdır ki, artırdı da ola bilər, artırdı da ola bilər. Amma cümlənin mənasına baxanda əkindən sonra yağan yağışlar məhsuldarlığı xeyli artırdı deyəndə artmaqdan artırmaq düzəltmə feil oldu və kəmiyyət zərfi düzəltmə feili izah etdi. Bu artıq düzgün fikir olacaq. Sonra zaman zərfi məlum növdə olan feilə aiddir. Deməli, mən burada 3-ü izah eləyəndə səhv cümləyə baxmışam.
İkinci cümlədə ümumiyyətlə zaman zərfi yoxdur. Deyirəm, bax, burada qarışdı. Deməli, bu üçüncü fikirdə zaman zərfi quruluşda sadə feili izah edir. Ümumiyyətlə, ikinci cümlədə zaman zərfi yoxdur. Burada sonra qoşmadır, əkindən sonra qoşmadır. Ona görə bu onsuz da yanlış olmağına yanlış idi, amma indi sözünə mən burada yanlış baxmışdım. Deməli, zaman zərfi məlum növdə olan feilə aiddir. Bəli, burada indi sözünə baxırıq. Qaralmaq sözü sifətdən yaranmış feildir. Sifətdən yaranan, yəni başqa hissəsindən yaranan feillər həmişə məlum növdədir. Ona görə 5 doğru fikirdir. Cümlədə iki zərf düzəltmə feilə aiddir. Bu isə yanlış fikirdir. Yanlış fikirdir. Çünki feilə aid olan bir sifət var. Sifət deyirəm. Feilə aid olan bir zərf var. Deməli, bu da yanlış oldu. Bizdən nə istəyirdi? Doğruları istəyirdi. 1, 4 və 5. Düzgün cavab 1, 4, 5 olacaq. Növbəti suala keçid edək. Nümunə ilə bağlı yanlış fikirləri müəyyən edin. Bu dəfə yanlış fikirləri axtaracağıq. Burada deyəsən xəttdə bircə şamama da bitirmədi yer, çayır yorğan kimi örtdü torpağı, sədri muradına yetirmədi yer, qazancı nə oldu? Elin danlağı. Deməli, bu şeir parçası ilə bağlı nələr istəyir? Yanlış fikirlər istənilir. Deməli, müxtəlif köməkli hissələrin aid nümunə işlənib. Bircə şamama da bitirmədi yer, bircə də ədat var, bağlayıcı var. Deməli, müxtəlif köməkli hissələrin aid nümunə görmüş olduq. Qoşması da var hətta. Deməli, düzdür. Bütün feillər məlum növdə xəbər şəklində keçmiş zamandadır. Baxaq. Bitirmədi. Bəli. Məlum növdədir. Keçmiş zamanda, yəni xəbər şəklindədir, düzdür. Və keçmiş zamanda xəbər şəklində düzdür. Yağış yorğan kimi örtdü. Yenə məlum növdədir, keçmiş zamanda da xəbər şəklində. Sədri muradına yetirmədi. Yenə eyni formada qazancı nə oldu? Elin danlağı. Burada da fiil yoxdur. Nə oldu? Əvəzlikdir. Bütün feillər məlum növdə xəbər şəklində keçmiş zamanda da doğrudur. Mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün saiti düşən isim işlənib. Baxıram. Çayır yorğanı kimi örtdü torpağı, sədri muradına yetirmədi yer. Burada yenə görmürük. Sədir sözü var. O da şərtə uyğun gəlmir onsuz da. Sədir ümumiyyətlə iyi yoxdur. Bu yanlışdır. Sözlərdən yalnız ikisi quruluşda düzəltmədir. Bütün sözlərə baxsaq, düzəltmə olan bitməkdən bitirmək 1, çayır yorğan kimi örtdü torpağı, sədr muradına yetirmədi yer, qazanmaqdan, qazanc, yetməkdən, yetirmək, danlamaqdan, danlaq. Yəni 1, 2, 3, yəni ən azı 3 söz gördük. Burada da ikisi. Bu da yanlışdır. İsimlərdən 4-ü təsirli haldadır. Bircə şamamanı da bitirmədi yer. Təsir halda olan bir söz. Çayır yorğan kimi örtdü torpağı. İkinci söz. Sədri yetirmədi. Üçüncü söz. Qazancı nə oldu? Elin danlağı. Buradakı mənsubiyyət şəkilçisidir. Elin danlağı mənsubiyyət şəkilçisidir. Deməli, 4 dənə olmadı, 3 dənə oldu. Bizdən səhv istədiyinə görə 3, 4 və 5 olacaq düzgün cavab.
Növbəti suala baxaq. Nümunələrdən hansında fərqli məna növlərində olan əvəzliklər fərqli nitq hissələrini əvəz ediblər? Fərqli məna növlərində olan əvəzliklər fərqli nitq hissələrini əvəz ediblər. Deməli, birinci cümləyə baxırıq. Məsmə iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı eşitdi. Deməli, elə işarə əvəzliyidir. Zərfi əvəz edib. Çünki feilə aiddir. Hamı eşitdi. Qeyri-müəyyən əvəzlikdir. İsm əvəz edib. Deməli, fərqli hissələrini əvəz edib. Doğrudur. Şərti ödədi. O, dəstəsi ilə bacardığı hər işə qoşula bilirdi. O, şəxs əvəzliyidir. İsm əvəz edibdir. Hər iş işarə əvəzliyidir, sifət əvəz edibdir. Bu da uyğun gəlir. Şəxsən Həmzəyev əmr verdi ki, Hidayət Sənubəni layihəsini şəxsən ona baş memarı təqdim eləsin. Bu nümunəyə baxdığımız zaman bir dənə ona əvəzliyini görürük. Başqa əvəzlik yoxdur. Deməli, şərti ödəmir. 7 kənd, 3 şəhər görürəm ancaq. Budağın başından bir baxışla mən. Budaq işarə əvəzliyidir. Sifəti əvəz edib. Mən şəxs əvəzliyidir. İsm əvəz edib. Deməli, 4-ü də götürəcəm. Elə səni kənd bələdiyyəsində sədrliyə namizəd seçmişik. Buradakı elə ədatda səni şəxs əvəzliyidir. Başqa əvəzlikdə görmürük, şərti ödəmədi. O xanı görəndə sakitcə baş endirdi, amma xan heç ona tərəf baxmadı da. Deməli, o şəxs əvəzliyidir, ism əvəz edib. Ona tərəf yenə şəxs əvəzliyidir, ism əvəz edib. Bu da şərti ödəmədi. Deməli, düzgün cavab 1, 2 və 4 olacaq. Cümlənin şəxsi görünövləri ilə bağlı uyğunluğu müəyyən edin. Adlıq cümlə, qeyri-müəyyən şəxsi cümlə və müəyyən şəxsi cümlələrə görə biz ardıcıllığı müəyyən etməliyik. Baxırıq, Məvi Xəzərdən qopub gələn işıq, ilıq səhər mehi. Yəni, burada biz xəbər görmürük, ancaq mübtəda formasında və təyin görürük biz burada. Ona görə bu adlıq cümlə olacaq. Adlıq cümlə də 1-ə uyğundur. Onun bu sözlər sanki hamını ofsunlamışdı. Nə ofsunlamışdı? Onun bu sözləri şəxsi, yəni mübtədası var. Deməli, müəyyən şəxsi cümlədir. B bəndi. Ofsunlamışdı da xəbəridir. Şirniyyat süfrəsi açmaq üçün müxtəlif çeşidli qənnadı məhsullarından istifadə etdilər. İstifadə etdilər kim? Kimlərsə. Burada o kimlərsə iştirak eləmir. Yəni, qeyri-müəyyən şəxs cümlədir. Komissiyanın yekun qərarını açıqlamaq üçün Əli müəllimə söz verdilər. Söz verdilər kim? Kimlərsə yenə qeyri-müəyyən şəxs cümlədir. Soyuq qış günlərindən biri idi. Qış günlərindən biri idi. Necə soyuq təyindir. Bu da şəxsiz cümlədir. Heç birinə aid deyil. Deməli, 1-ə A, 2-yə C və D, 3-ə də B bəndi uyğun gəlir. Belə, situasiya sualları əlimizdə yoxdur. Ona görə onunla bağlı izah verəməyəcək hazırki vəziyyətdə. Ümid edirəm ki, hamınız yaxşı yazmısınız.